Xanımlar və bəylər, Hamınızı salamlayıram, əziz tamaşaçılar. mən Sevda. Ay xanım ikinci adını da de. İkinci adı yadımdan çıxıb. Digər videolarında bilindiyi kimi gəzimiz davam eləyir. Yeni il ərəfəsində indi də yenə Almaniya-Fransa sərhədinin mədəniyyət mərkəzinin şirin evlərin olduğu Kolmar şəhərində gəzintimiz başlasın. Sizə xoş seyirlər, mənə də xoş bir gün. İnşallah ki, ürəyimi istədiyim kimi çəkə bilərəm, gəzə bilərik. Yenə sözlər gedib, bağışlayın, düzələcək, bunlar hamısı düzələcək. Başlayaq. Bunu çevirə bilmirəm, gözlüyüm çevirdim. Kolmar. Bu bilinir. Mədəniyyət, mədəniyyət. Bizim kəndimizə xoş gəlmişsən deyirəm bütün kəndimizin adından və bizim kənddə. Burada Christmas yarmarkası olub. Çox təəssüf ki, hal-hazırda işləmir, çalışmır. Artıq yanvarın 3-üdür. Çoxdan yığışdırılmaqda bunlar. Yetişəmədik. Önümüzdəki illərə öz yarımızla gələrik. Bu dəfə tək, gələn yeni ildə cüt. Amin. Amin deyin be. Amin yazın. Kameranı mən işlədə bilsəm, çox yaxşı olacaq. Əla olacaq. Amma nəsə, öyrənəcəyik. Hər videoda dediyim kimi, yavaş-yavaş. Özünüzük də, elbə ki, dostunuzdur, rəfiqənizdir. Çıxıb çöllərə gəzir. Siz də onun yanındasınız. Gəzəndə də belə gəzir də hamı. Başlayırıq Old Town-u gəzməyə. Xahiş eləsəm bu evlərdən birini mənə verərlər. Çok sevirəm. Səni üçün ölüyorum. Sensiz yaşayamam. Və xahiş edirəm. Nə olacaq? Allahım. İstəyirəm hər dəqiqəsini, hər anını çəkim. Göstərim. Aha, studiyamıza zəng var. Bu telefonla danışım. Mənim maraqlıdır ki, belə adamlar mənə çox maraqlıdır ki, siz indiki dövrdə jetonlu telefonla kimlə danışırsınız? Yo, telefon qardaş, elə olmadığına görə. Ağzımın üstündən bir dənə şillə vuraram sən. Və budur, biz başlayırıq bu şirin şəkər, çıqqılı bir cənnəti gəzməyə. Ay Allah. Ay, çox şirindir. Dəhşət. Sizə bir dənə məlumat verim. Deməli, burada bütün binaların rəngləri bir-birindən fərqlidir. Keçmiş dövrlərdə insanların yazma oxuması olmadığına görə kim hansı işlə məşğuldur, kimin evi hansıdır, onu bildirmək üçün hər kəs öz evini fərqli bir rəngə boyayıb ki, bilsinlər ki, burada kim yaşayır, nə iş görür. Məsələn, belə bir şeylər görürsünüz. Böyle xüsusi düzəldiblər, çox belə minnoş düzəldiblər. Çox lezzetliler. Buralar bağlanıb, ümid edirəm bəlkə də açılır. Amma yeni il ərəfəsində, Christmasda bunlar açılmışdı. İndi bilmirəm, yəqin ki, bağlanıb açılmayacaq. Açılsaydı yaxşı olardı, gəzərdik. Çok güzeldi, çok güzeldi. Nerede çekim olsaydı? Buralarda.
Mən əslində düzgün işığı seçmirəm. Bax, binaları belə daha qəşəng göstərə bilirəm. Kamera belə daha qəşəng çəkir. Yazıq suya girdi, çıxdı. Bu halı yaşadı. Barmaqlarımı hiss eləmirəm. Əlcək taxmışam, hiss eləmirəm. Wow. Kəskin soyuqdur. Kimi tapmam, mən şəklimi çəksin burada. Burada oturum, burada şəklimi çəksin. Dur çəkirəm. Ay mən də düşürəm. Düşməmişdir. Gör nə var? Düş. Davay. Kimi tapmam. İçərilərə girdikcə şəhərin gözəlliyi, şirinliyi daha da artır da. Adam aşiq olur burada. Bəxtiyar sən aşkındır. Sənin aşkındır Bəxtiyar, sualıma cavab ver. Bura tək gəlməyin. Bura tək gəlməyin. Bura tək gəziləcək bir yer deyil də. Yəni tam bir romantikadır bura. Yəni romantik bir şəhər. Bir dənə bu binaya baxın. Rənginə baxın. Ötürə bilirəm o rəngi sizə. Göstərə bilirəm. Qulaq as, Elmira. Hə, yox. Allahım. Bu binanı mənə versin. Mən istəyirəm bu binanı. İnsanlar da əlindəki bu kameranı görürlər, deyirlər ki, ayda profesional çəkici, profesional YouTuber çəkir. Maraqlarına gəlib. Həm də danışıram belə. Deyəcəklər dəli olur bu qız. Sokağınızı kutsuyorum. Sen başına yine dert mi arıyorsun? Amma demək istəyirəm ki, yəni xalqım üçün, millətim üçün gəzirəm. Onlara çəkib göstərmək istəyirəm. Davay. Bomba. Mən elə demək istəmədim. Düşmək istəmirdim qaqa. Bəzəklərə bir kanalın üstünü niyə bəzəyəsən? Amma bunlar bəzəyirlər, zövq alırlar. Allah, mən gedim şəkil çəkim. Allah'ım, buradaki turistlərimiz belə şirin olar. Yazıqlar dayanıblar, hərəkət eləmirlər və biri orada deyir ki, nəfəs almayın, qoy şəkli yaxşı deyirsin. İcazə ver baxışım nəfəs almağa səbəb olsun. Qələmin məndən. Ay, öləcəm mən. Of. Yəni çox xoşbəxtəm də hal-hazırda. Necə ötürüm sizə bu xoşbəxtliyimi deyin. Ötürüm. Sizin də könlünüz xoş olsun, ağzınız dadlansın deyənə. Gəlirəm şokolad yeməyə, şirniyyat yeməyə, salam. Girək, nə var? Bunlar səhv etmirəmsə marshmallow üzərində şokoladdır. Bunu eləyəcəm bizə. Elə mağazanın içində dadlı baxacaq. 2 euro verdim. Deviens celui ta fille. Kimə baxıb götürəyəm. Əziz dostlar, mən acammış deyənə, mən hər dəhşətli dərəcədə soyuq gəlir. Yedim ki, şirniyyat, enerji, bomba. Gəzməyə davam. Həm bu arada mən kameramla da çəkirəm buraları. Şirniyyat qoxuları çatdırılsa. Mən əlayam, çox şükür, çox yaxşıyam, gəzirəm. Gəzəndə dedim ki, öz darıxıram, biraz danışmaq istəyirəm. Xahiş edirəm. Onu bir dəqiqə silsin telefon. Bu mənim telefonumdan silə bilməz, özünkindən Yox, silə. özününkündən xahiş edirəm sizdən artıq dərəcədə. Canı yaymışdım. Bura
Kolmarda, Fransanın şəhəri. Nağıl aləmi. Həqiqətən nağıl. Sanki cizgi filmin içindəyəm. Mən də gəlmişəm. Gəzirəm buraları. Allah hamınıza qismət eləsin. Hamınıza. Burada da insanlar xoşbəxt şəkillərdə çəkir. Mən də çəkmək istəyirəm. Ancaq telefon sayıqası yoxdur. Demiştim çəkməyəcəm, yenə doymadan çəkirəm. 4% qalıb zayıqsa. Necə olacaq? Məkan tapa bilməmişəm mən hələ. Ay, nəsə var burada deyəsən. Bu restorandır, girin burada. Görünmədi ki bu. Yəni həll eləməyə çalışım. Gəldim, oturdum belə bir yerə. Restoranın içinde. Burada insanlar çoxdur görə tam imtahan çəkə bilir. Belə bir pizza sifariş eləmişəm. Soğanlı, bura hər yeməyə soğanlıdır. Belə bir salat. Belə bu 9 avrodur. Burada hardasa 3 avroydu səhv etməmsə. Şirin bir restoran. Yiyək, nuş eləyək. Çox da belə səsini qaldırmaq istəmirəm. Buna qopluqlar da olur. Soğanlar. Qırmızı neydi? Buraxılır. Azərbaycan adını bilməm. Pomidorlu salat. Süper. Al. Al oğlum. Peynirden de al. Ye. Çok şükür doyduk. Bilirəm restoranda oturmuşuq. Məncə qiymət elə də baha deyildi. Hey! Gözəllik. Restorana belə heyvan qoymaları çox ləzzət elədi mənə. Mən burada olanda heç kəs yox. Ayağım düşərlidir. Necə restoran mənə sağ ol demədi mütləq. Siz diqqət elədiniz ki, mən də kolmara görə rəngli geyinmişəm. Hə? Diqqət elədiniz? Hə, yaxşı elədiniz. Gedək. Sizi kiçik Venesiyaya aparacağım. Gəlmişkən İtaliyada baş çəkək. Görün nə qəşəng yerlərə gətirdim yenə sizi. Görürsünüz? Baxırsınız? Telefonumun yaddaşı da doldu bu arada. Onu təmizləmək məcburiyyətində qaldım. Əsas proqramları da sildim ki, mən videomu davam elətdirim. Bu fədakarlığın hər şeydən qarşısında siz bir şeylər edin. Like edin, nə olar? Abunə olun. Çoxalın, böyüyün, inkişaf edin. Geçən sənə. Ay, həyecandan öləcəm. Əlim ayağım əsir. Telefonu falan suya düşürməsəm yaxşıdır. Ay, aman tanrım. Allah qarşısında and içirəm. Ya Rəbbim, həvlə və la qüvvətə illə billah ilə əli iləzim. Baxın. Görün. Gəldik kiçik Venesiyaya. Milləti görürsünüz. Ayda burada necə qəşəng dadlar, qoxular gəlir. Of, buradakı ətri sizə bir dənə deyə bilsəydim. İlahi. Tek bacı qardaşlarımız. Allah'ım. Gençlər, mən özümə bir yer tapıb oturmasam, telefonun yaddaşını boşaltmasam, kameranın yaddaşını boşaltmasam qalacağım burada. Həm də ki, zayıf bir yerim alıyım. Of.
Burada şaxta babamız da var. Onu da gördük, onunla da salamlaşdıq. Bizə uğur gətirsin. Tapşırdıq ki, bütün arzu istəklərimizi yerinə yetirsin. Amin. Qəşəngdir, çox. Yəni ümid edirəm bir daha ki, mənimlə gəzinti sizin üçün də çox xoş idi. Zövq aldınız. Mən həvəslənsəm, daim çəkməyə hazıram. Mən burada. Əgər görək sizin rəyləriniz, sizin belə like'larınız necə göstərir özünü. Mən bayaqdan gəzirəm. Yenə də özümə çay içəcək, kofe içəcək yer tapmamışam. O qədər belə gec seçirəm ki. Sizi Google-dan da baxmıram ki, harda otura bilərəm. Elə random girmək istəyirəm. Random da çox çətin olur. Həqiqətən random çox çətin olur. Bir yerdə oturmaq, bir yer tapmaq. Hər yer var, amma heç nə yoxdur. Çəkinirəm orada girib oturmağa. Gəldim belə bir şirin bir məkana. 5-80 euro. Bu cappuccino deyil. Ama her neyse içimsin. Böyle bir şey yiyeceğim. Tatlıdır. Əsas bəhanə telefonla enerjiyə qoymaq idi. 5-8 falan oldu ama belə. Qar yağır, qar. Romantikanın dibi. Qısqançlıqdan partlayacağım hal-hazırda. Həqiqətən. Qar necə yağır? İlahi. Qarabağ. Hayda, mən də yol getmək istirdim. Bir dənə təcili baxın, təcili. Sizlə sağlaşmadan bax. Allah'ım ya Rabbim. Allah'ım. Gezmeye devam. Ben düşündüm ki giderek olmalı bir kendi barkada. Oraya gidebilirdim. Çok təəssüf. Gidebilmem hem hava qaralır. Hem de ki 40 avromdan keçməliydim. Geldim. Geldim. Soldanım selam, nasılsınız? Ayrıca küçük bir cennete geldim. Aman Tanrım.
şoka düşəcəksiniz buraları görüb. Dəhşətli, dəhşət. İndi gəl burada. Adamlar tap sənin şəkillərini çəksin. Allah'ım detallara bak. Adam baxdıqca şoka düşür. Bakın hele bir bunlara, bu hayatsızlara. Bu Egosiyem səhv etmirəmsə deyə bilirə baxır ki, orada Kolmarın kəndidir. Güzeldi de, çok şirindi. Ben havalanacağım. Ben buraları gördükçe havalanacağım vallahi. Görürsünüz. Beni çeken olmadığına göre hele ki. İstəyirəm videoda özüm düşsün, xatirələrim olsun burayla bağlı. Nağıllarda gəzdirəm nəsə, nağıllarda. Çıkın gelin. Söz. En çok türü bir kuşları görürler. Bir yakınları, bir de Çinliler. Başka Azerbaycanlı sesi eşitmemişim. Azerbaycanlılar hardadır? Niye koşun bunlar bize? Sessiz gezdirəm. Tam da buraya gelmek istedim ve telefonumun zayıfkası yok. Dehşet. İnsanlar geçseydi buradan. Egosiyem. Yine adını səhv deyirəmsə, üzüldü sayın. Üzümləri ilə, şərabları ilə məşhurdur. Yəni, Alyas bölgəsi ancaq yəni, bu işlə məşğuldur demək olar. Şərabları ilə məşhur. Susurum, danışmıram.
Geldim ki bir kafede oturuyorum. Telefonumu zayıflayıp tabii ki icazı vermediler ve dediler ki yok. Çok isterdim. Boş boşuna durmuş oldum. Yine utanmadan bir şeyler için gelip tez kaldım. Şişimden çekebilmeyeceğim. Çünkü buldum. Yeganə Avropa səyahətimdir ki, mən kilsələrə girə bilməmişəm. Niyəsə bilmirəm, amma bu dəfə heç girmədim. O qədər dedim ki, kilsəyə gəlmədim. Qismət oldu göstərimdə kilsəyə gəlmək. Bunlar hamısı varlı görüşlər. Alo. Mama. Salam mama, telefonumuz ayaq qalsa öləcək. 2 dəqiqə bir dənə bax. Gəzirəm. Paltarı qəşəngdir deyirəm. Bu xana belə bax. Xoşuma gəldi, şərqin zadı. Hə, sağ ol. Burada gör bir oğlanın zaten tapısan, burada qal, mən də gəlim. Hə, yaxşı, bir dəqiqə tapacağam. Nətərdir? Qəşəng yerlərdir. Çox gözəldir. Çox qəşəngdir mama. İnşallah sən nəsib olsun. Bravo mama. Hə, bəs kim olsun? Turistdir də. Hamı gəlib bura. Burada xətrimə dəydilər. Telefonumu dedim zayıf qoyum. Yer tapmadım. Heç kəs mənə kömək olmadı. Telefonum sönüb qalmışam buralarda. Görək necə yer tapırıq. Kimdə mənə kömək edir? Bilmirəm. Gedim, qayıdım. İnşallah yer taparım. Qalmaram küçələrdə. Gənclər əylənir, xoşbəxtdir. Qar yağır. Hər kəsə belə rahatçılıq, üzünün güləcəyi, günlər qismət eləsin, saatlar qismət eləsin. O böyle dolandım, gəldim axır yeni mərkəzə. Qəşəng. Görək kimdən xahiş edirik. Boş-boşuna kofe içdim mən. Gəzintim bitmişdir uşaqlar. Məndən bu qədər. Telefon biraz zayıf yığdı. İndi tərpənməliyəm, qalmaram. İnşallah növbəti gündə görüşənə dək. Hadi. Bu qədər. Marşrutda məndən başqa heç kəs yoxdur. Xahiş edirəm, rəylərinizi, like'larınızı əsirgəməyin, məndən abunə olun. İnşallah ki bəyənmişsiniz. Görüşənə qədər. Bura bilirsiniz haradır. Səhər gəldim, göstərdim. Dedim ki Christmas'da açılır, indi bağlıdır. Xeyr, bağlanmayıb. Egosiyemdən gələndə gördüm ki, açıqdır. Nə qəşəngdir. Dəhşət sevindim ha, dəhşət. Nədir bu? Restorana baxın. Belə şarab içiləcək bir yerdir. Fırlanır. Ay.
Bu məkanın qarşısında heç kəs yoxdur. Mən də insanlıq edəcəm, gedəcəm buradan bir şeyler alıp yiyəcəm. Getdik. Bunların məşhur şinyatıdır. Mən bundan yeməmişim. Yeyək baxaq. Bu sadəsi də var. Bu səhv etmirəmsə pendirlidir. Ay, mən də görən deyil. Biraz yeni şəkərlərdən. Oradan stop. Fransa'da kökən bilmək mümkün deyil. İlk filmimizde ben gördüğüm gibi YouTube'a hemen son kameramı soruştum. Dedim hayır geçen çek. Geçen həvəsli çəkməyə. Görsələ baxın, görüntüyə baxın.